yaxud hər hansı bir bu əmlakla bağlı bir problemlər varsa, təbii ki, yazın sualınızı da bizə ünvanlayın. Bir də ki, bax, torpaqların kateqoriyası da vacib məsələdir. Yəni, ev tikmək istəyən nələrə fikir verməlidir? Ev tikmək istəyən mütləq orada kateqoriya yaşayış təyinatlı olmalıdır. Yaşayış təyinatlı olmalıdır. Birinci. Çox vaxt, məsəl üçün, belə bir məsələ var. Mən son hardasa 10 torpaq alışında müştərilərdə bir əsas problem nədir? Müştərilərə bildirirlər ki, kənd təsərrüfatı təyinatlı torpağı al, müəyyən insanlar. Daha sonra biz sizə köməklik eləyəcəyik ki, həmən o kənd təsərrüfatı təyinatını biz yaşayış təyinatına çevirəcəyik və onunla da fərdi yaşayış evi tikə bilərsiniz. Həmən o müştərilər də kənd təsərrüfatı təyinatlı torpağı alırlar. 3 sot, 4 sot, 5 sot. Daha sonra yaşayış təyinatına çevirə bilmirlər. Bu məsələ var. Alırlar. Amma çevirənlər də var axı deyəsən, yoxsa? Çevirənlər çox nadir hallardadır. O da bilirsiniz necə? Bunun səbəbi nə olur? Kimsə çevirir, kimsə yox. O barədə tam dəqiq belə məlumatım yoxdur, amma onu bilirəm ki, məsələn, torpağı kənd təsərrüfatı təyinatından yaşayış təyinatına çevirəlsən belə, orada fərdi yaşayış evi tikintisi başlansa belə, bir müddətdən sonra belə bir şey ola bilər ki, axı ilkin pozuntu qanunverici, dövlət qanunvericiliyindən ilkin pozuntu halı var axı. İlkin pozuntu halına görə yenidən bu məsələ, yəni ki, qaldırıla bilər və çıxarış ləğv ola bilər. Daha sonra bu çıxarışda ən əsas məsələlərdən biri müştəri torpağı almamışdan öncə burada bir məsələyə diqqət edilməlidir ki, torpaqda yəni yüklülük varmı və hansı yüklülüklərdir? Torpaqda ipoteka hüququ ola bilər, torpaqda girov qoyula bilər banka. Bunlar diqqət eləyəsi məqamlar da izləyicilər. Torpaq həbsdə ola bilər, torpağın məhkəmə qərarı ola bilər. Torpaqda servitut ola bilər, torpaqda yəni zəbt olma ola bilər. Heç bu tərəflərə toxunmamışdıq biz bu vaxta kimi. Çox maraqlı danışırsınız. Dinləyicimiz də yazıb ki, bax Vüqar bəy yazır ki, bu qonaq vacib və maraqlı yəni məqamlara toxunur. Hal-hazırda deməli Ulduz 8103 nömrəsinə bir dinləyicimiz zəng edib, adı Xəyyamdır deyəsən.